Rəhman və Rəhim olan Allahın adıyla. Salam, xoş gördük əziz müsəlmanlar. Allah oruz namazlarınızı qəbul etsin inşallah. Bugünkü mövzumuz təvəkküldür. Quran-ı Kərimdə təvəkkül haqqında bir sıra ayələr var. Biz bu günləri onlardan birini ərz edəcəyik və təxminən də eyni mövzudadır. Təlaq surəsinin 3-cü ayəsində mütəal Allah buyurur: hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Təvəkkülün mənası budur ki, insan gündəlik öz işlərini görsün, öz öhdəsinə düşən, öz vəzifəsinə düşən işləri yerinə yetirsin, qalanını isə işlərin Allaha həvalə etsin. Hədislərimizdə bizlərə bunu deyirlər və hədislərimizdə təvəkkülü bizlər üçün daha geniş şəkildə və aydın şəkildə bizlər üçün açıqlayırlar. Məsələn, Hz. Əli əleyhissalam Nəhcül Bəlağədə hədislərin birində, söhbətlərin birincisində buyurur ki, təvəkkül iman ağacının bir meyvəsidir. Baxın, yəni insanın o qədər imanı güclü olmalıdır ki, o iman öz bəhrəsini versin, öz bəhrəsini təvəkkül şəklində versin. Yəni insan o qədər Allaha imanı var ki, Allaha o qədər bağlıdır ki, öz işlərini görür, öz öhdəsində, öz boynunda olan işləri, öz vəzifəsi olan işləri görür, amma bunun axırını, aqibətini Allaha təvəkkül eləyir. Yəni Allaha o qədər arxayındır və bu da imanın böyüklüyünü göstərir. Digər bir hədislərimizə biz baxsaq görürük, məsələn, İmam Rza əleyhissalam buyurur ki, əgər hər kim Allaha təvəkkül eləsə, zərər görməz. Allah o işin öhdəsindən gözəl bir şəkildə gələr. Bu kimi bir sıra bizim hədislərimiz var. Təvəkkül həm də insanın həyatında, məsələn, bu keşməkeşli həyatda, bu keşməkeşli dünyada indiki məsələn problemlər çoxdur, insanın qayğıları artıb. Bu həyatda təvəkkül insanı qoruyur. Təvəkkül insana psixoloji, bu cür deyək, bir sakitlik gətirir, bir ruhi sakitlik gətirir insana. İnsan arxayın olur və problemlərinə deyir ki, stop, mən işimi Allaha təvəkkül eləmişəm, mən işimi Allaha tapşırmışam, Allaha həvalə eləmişəm və Allah ən xeyirlisini mənim üçün edəcək. Və təvəkkül barəsində biz inşallah gələn səfərlərdə yenə danışacağıq. Bununla təvəkkül mövzusu bitmir. Çünki təvəkkül mövzusu geniş mövzudur, amma qısa şəkildə biz istədik ki, bu günləri sizinlə Quran-ı Kərimdə olan təvəkkül ayəsi barəsində danışaq. Allah bizi həqiqi təvəkkül eləyənlərdən qərar versin. Allah bizim imanımızı o qədər güclü eləsin ki, biz rahat bir şəkildə, aram bir şəkildə öz işlərimizi hamısını Allahın ixtiyarında qoyaq. Sağ olun, Allahın amanında olun.